Salam əziz traktorçularım. Traktor qolqarı tihdi bir-birinə. Bəli, traktor müvəffəq oldu Sircanın timini uçsun və əcib bir qəmi salsın bu pampasların içinə. Məxsusən Tartar ki istirdi Piruzun nəfinə müsabə alsın. Gedək bu oyunu görək, fəqət yoldaş, səsi azad. Əvvəldə oyunun quzarışından qabaq bir məsələ var ki, elə bir traktoru cadu eləyiblər. Ki bəid də deyil bu ifratlardan. Traktor 3 oyununda 5 dana tirək vurubdu. O birisilərlə hələm işim yox ki, boş dərvazəni məsələn eşiyə vurublar. Bir tirək sipahana vurublar, bir tirək əltavına, 3 tirək də qolqayərə. Bunu hətmən zehninizdə saxlayın ki, gələn oyunda əgər tirək vursalar cinə, bilin ki ifratlar caduzəmbəl eləyiblər. C etiqadınız olar və C olmayan. Gəl, bu da durma qoyun zərbəsidir ki, yenə tirəşə dəydi. Yenə də inanma. Bəli əzizlər, bu rəqabət bizə çox mühümdür. Pisəri Şozanın dədəsi Allah bizə çox görməsin. Çox gözəl top oynayır ki, yenə burada sişdi, başıva daş düşsün. Səndən şiirini Burazıranın dədəsinə lənət. Gedək əvvəl qolun səhnəsinə baxaq indi. Daniel, topu verdi Tolabi'ye. Torabi Alves yola saldı. Alves topu zıpladı derdi. Tiraşı duvardan derdi özlerini girdi gola. Biz ki bilmedik ne oldu. Bəli, top elə bizden çok istirdi girsin içine. Bu səhnədə də Əmir Hüseyn Durmaqoyun götünü dərvaza ilə iştibah tutdu. Çox gülməli bir səhnə tolid oldu. Burada Peserşoza para vermədi. Kəlləsi ilə zıtladı Durmaqoya. Durmaqoy turabını araladı. Top yetişdi Albez'e. Albez topu verdi Əmir Hüseyn'e. O da duvardan Torabi'ye. Vayda da cicaldıq. Torabi da Haşim Necat'a ki 3 nəfərin içindən zıtladı gola. Haşim Necat geçən kimin topu vurmadı Gəlingəyə. Vah, nə fiskar çəkirlər indi bu ifratılar Tehranda. Çox istirdiniz müsabə eləyəsiz. Piruzunu əvvəl eləyəsiz. Yala. Xülasə harda gördünüz faz? Əlin like ilə subscribe-a bas. Bu oyundan sonra Xodada da əzizi qəşəng kakao rəngi vurdu bu piruzçulara və Risaniye medlisinə ki istirdilər traktoru haşiyə çəksinlər ki yeri var vaqəən hamılığan Xodada da əzizdən təşəkkür eləyək. Vəqti Sipahanın müdiri müstəqim Piruzunu xitab qərar verdi və dedi ki bir xas timə görə kollən aftaha götümsüzlüyün içinə Risaniye meyli özün vurdu eşşəhlığa və istədi traktoru qoysun Sipahanın qabağına. Ki Xodada əzizi belə gəldi və kakao rəngi vurdu Risaniye meyliyə. ما تا آخرش میجنگیم، تا آخرش هم هستیم. اگر قراره سرمونم ببرن به گفته آقای دانشگر، یعنی بخوان یه تیم خاص رو کمک کنن تراکتور هم سرشو ببرن، باید ایستاده سر ما رو ببرن. ما تا آخرین لحظه میجنگیم، دعوا میکنیم، تلاشمون هم میکنیم، دست خودمون هم از ما بازیامونو ببریم، هیچ کی نمیتونه سر ما رو ببره. Xoş, mənim əziz yoldaşlarım, bu mağazada təbrik deyirəm. Bizi unutmayın, like ilə subscribe yaddan çıxmasın. İndi bu pampaslar bilmirlər nə deyir, puzulluqdan ölürlər. Axı onlar hər nəmənənin içinə gəlib baş soxarlar. Amma məndən onlara bir nəsihət. Nabələt götə baş soxmazlar. Allah əmanında.